Salam, xoş gördük sizi, hörmətli tamaşaçılar. Qeyd olunduğu kimi, oktyabr ayından Lənkəran xəzinəsi gözəl bir layihəmiz həyata keçəcək və o layihə çərçivəsində biz maraqlı görüşlər ocağı çərçivəsində ayrı-ayrı Lənkəranın tanınmış ziyalıları ilə, xidməti olan insanlarla görüşlər keçirəcəyik. Sizin özünüz haqqında qısa məlumat verin. Birinci, hər birinizi salamlayıram və təşəkkür edirəm ki, çox belə mükəmməl bir verilişin başlanğıcına siz rəvac vermişsiniz. Əlbəttə ki, təkcə Lənkəran ictimaiyyətinə yox, ümumiyyətlə Respublika ictimaiyyətinə Lənkəranda olan ziyalıları, xidməti olan insanları tanış etmək bu böyük bir, mən deyərdim ki, müqəddəs missiyadır ki, siz öz boynunuza bunu götürmüşsünüz və fürsətdən istifadə edərək bunu sizə dərin təşəkkürümü bildirirəm. Və hər bir gələcək nəsil üçün də Lənkəran ictimai mühitində formalaşan, inkişaf edən və yaxud da xidməti olan insanlarla tanış olmaq böyük bir savab işdir. Ona görə də dərin təşəkkürümü bildirirəm. Mən özüm Lənkəran rayon Yuxarı Nüvəli kəndində 1961-ci ilin mart ayının 8-də anadan olmuşam və orta təhsilimi, o dövrdə təhsilimiz bizim kənddə yerləşən həmin dövrdə 8 illik, indiki Natanın orta təhsil kimi qəbul olunurdu, bitirmişəm və tam orta təhsilimi isə Şüri kənd orta məktəbi bitirmişəm. Sonra müxtəlif sahələrdə çalışmışam. Yəni mənim əslində bugün sizin təqdim elədiyiniz kimi professor səviyyəsinə, filologiya doktor səviyyəsinə qalxmaram və burada keşməkeşli həyatdan gəlmişəm bura, Fəhləlidən başlamışam və bugün, bəli, mən Lənkəran Dövlət Universitetinin professoru, hazırda Astara Pedaqoji Kollecinin direktor vəzifəsində çalışıram. Vüsal da bu evdə gözünü açandan bir vətənlə bağlı bir mühit görmüşdü. Və 21 sentyabr 2020-ci ildə təlim adı ilə çağırılanda onlar o ehtiyatlı olan bir zabit idi, bilirdi. Onların əlaqələri vardı, köhnə zabit dostlarının. Və müharibənin başlanacağını bilirdi. Sadəcə gözləyirdi ki, nə vaxt Ali Baş Komandanın əmri verəcək və o da gedəcək. Mənə icra nümayəndəsindən zəng gələndə ki, Vüsalı sabah təlimə çağırırlar. Mən ona deyəndə, mənə bir söz dedi ki, nəhayət ki, başlandı. Bir nə məsələ, dedi ki, baba, narahat olmur. Elə gözləyirdik bunu. Sən demə, bunlar müharibənin başlanacağını gözləyir. Sevinə-sevinə getdik. Mən elə burada bir neçə kanalların çəkdiyi müsahibələrində də bildirdim ki, o sanki cənnətə uçurmuş kimi gedir. Evdən elə bir ki, pərvazlandı. O istəyirdi ki, bu vaxtı gözləyirdi ki, bu nə vaxtda olacaqsa, mən gedim o müharibədə, ermənilərə qarşı müharibədə iştirak edim və qələbə qazanım. Burada həmin bizim demək ki, orada böyük bir o çöldəki indi qoyduğumuz televizorda təsadüfən elə gələndə yaxınlaşdım. Bizim Ali Baş Komandan halda televiziyada çıxışlar eləyirdi. O içəri daxil olan kimi dedi, Cənab Ali Baş Komandan ehtiyatlı olan baş leytenant Vüsal Kazımov əmrinizə müntəzirdir. Mən də bir qəribə halda dedim ki, nə məsələ? Dedi, heç baba, yazıldım könüllü. Həmin dövrdə elə Ali Baş Komandanın o ixtisaslar baş verəndə demişdi ki, bəs bu ixtisas nəyə lazım? Kim lazımsa gedib könüllü yazılsın. Dərhal zəng eləmişdi, Səfərəli hərbi xidməti çağırdı. Və orada könüllü yazılmışdı. Nə qədər də ağır olsa, o həmin gün nə qədər də bizim üçün acılıq gətirmiş olsa da, bugün biz hər dəfə, mən şəxsən o həmin anla, həmin dövrdə oğlumun hərəkəti ilə mən qürur duyuram. Mən bugün o acılı günün qürurunu yaşayıram. Yəni, bəlkə də bu biraz düzgün anlanmaz, amma həmin onun öyle şəhidliyə ucalması da, onun vətən uğrunda demək, özünü şəhid verməsi də valideynə nə qədər belə ağır gəlsə də yenə də qürurludur. Mən ona görə deyirəm ki, mən başa düşürəm ki, Vüsal şuurlu şəkildə vaatmışdır. Çünki burada məndən şərtini kəsmişdi ki, mən xahiş edirəm, məni saxlama, mən onsuz da gedəcəyim.
sadəcə sənin sözün aşağı düşməyini istəmirəm, amma xahiş edirəm, mən də Xeyirdanı verdim, onun da qisməti biləymiş. Yəni, ən böyük, ən uca zirvə şəhidlik zirvəsidir. İndi o həmin uca zirvədədir. Mən özümə də onu arzu eləmək istərdim, özümü də o günü yaşamaq istərdim. Çünki mən özüm də yazılmışdım, mənim yaşıma görə, artıq o vaxt 60 yaşını tamamladı. Mənim yaşıma görə bəlkə məni aparmadılar, çünki yaşdır. Amma mən özüm böyük həvəslə də istəyirdim. Müharibədən sonra mənim Cəfər müəllimin nəvələri qurxumlar. Bunların ikisi də sizin nəvələrinizdir. Mənim nəvələrimdir. Allah saxlasın. Tədbirlərdə də iştirak ediblər, faal iştirak ediblər. Kəbran müəllim, bilirəm ki, sizin vaxtınız o qədər də çoxdur. Çünki həm işlə məşğul olmaq, həm böyük bir astropedoloji kollecinin direktoru kimi digər qayğılar falan və siz tədbirlərdə çox da az olursunuz. Amma mən həmişə dəvət eləmişəm, həmişə də mənim yanımda olmuşsunuz, həmişə dəstək olmuşsunuz və bir şey deyim ki, bu yaxınlarda Milli Qəhrəman Pəncəli Teymurov yerində oldu, ən uca zirvədə və biz, hələ siz də, mən də biraz yaradıcı adamlar və eyni zamanda həssas adamları, siz böyük bir ağrını qürurla, şərəflə daşıyırsınız və nə çəkdiyinizi bir Allah bilir. Açığın deyim ki, mən hər tədbirdə biraz pisləşirdim, halım pisləşirdi və o artıq nəticəsini verdi və 2 dəfə infaq keçirdi. Yəni, Allah şəhidlərimizi rəhmət eləsin. Əli Kərimin bir şeiri var, deyir ki, nə xoşbəxtdir bir zaman Allah. Həqiqətən o xoşbəxt illərin bir günündə sizin dəvətinizlə mən şəhidimiz Vüsalın toyunu dəvət eləmişəm. Həqiqətən xoşbəxt günlərdir, amma heç kimin ağlına gəlməzdir ki, illər keçəndən sonra şəhid qəhrəman kimi Azərbaycan tarixinə özadını yazacaq və inşallah bizim görüşümüz olacaq. İnşallah. Və oktyabr, noyabr planlaşda sizin münasib vaxtınızda və digər sualları da orada elə tələbələr, tamaşaçılar verəcəklər. Sağ olun. Böyük məmnuniyyətlə çox sağ olun, təşəkkür edirəm. O Vüsalın toyunun idarə edilməsi də sizə nəsib olmanın da elə yenə də mənim sizinlə münasibətlərinizi yaxşı qiymətləndirən Vüsal olmuşdu və o toyun, öz toyunun idarə olması o mən arzu elədi ki, Cəfər müəllim olsun. Mən də böyük məmnuniyyətlə onu yerə götürdüm. Siz də çox sağ olun ki, yüksək səviyyədə iştirak elədiniz və bugün xatirələrdə qalan bir hadisə oldu. Bu külbələr sizə əmanətdir, siz də bu külbələrə can sağlığı versin. İnşallah. Vüsalın adına layiq, babanın adına layiq övladlar versin. Allah sizi var olsun, çox sağ olun, təşəkkür edirəm. Sağ olun.